Salam, hər vaxtınız xeyir olsun. Mən Nəsib Əlizadə. Bugün sizinlə OTK-nın və Müstəqil Qiymətləndirmə Mərkəzinin təşkil etdiyi buraxılış imtahanındakı Azərbaycan dili suallarına baxacağıq. İzaha keçməzdən əvvəl kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. Dərslərimiz haqqında məlumat almaq üçün isə gördüyünüz nömrə ilə 055 889 44 59 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. İndi isə keçək sualların izahına. Qeyd edim ki, suallarda həm qrammatika suallarının, həm də mətn suallarının hamısına izahını verəcəm. Deməli, birinci sualda deyir ki, nümunədəki sözlərin təhlili ilə bağlı yanlış fikri müəyyən edin. Ovçuluğa meyil saldım, gecə-gündüz çöldə qaldım. Dağ başından enim düzə, bir ox kimi süzə-süzə. Neçə ceyran nişan aldım, cavab gəldi güllələrdən. Şair, nə tez qocaldın sən? Deməli, A variantda deyir ki, həm leksik mənası olan, həm də olmayan sözlər işlənmişdir. Yəni deyir, həm əsas nitq hissəsi, həm də köməkçi nitq hissəsi işlənmişdir. Doğrudur. Burada kimi qoşmasını görürük. Həmçində əsas nitq hissələri kifayət qədər var. Bu doğrudur. Silirəm. B variantı deyir, tünd qara hərflərlə verilmiş söz mücərrəd isimdir. Dağ başından. Baxın, burada baş sözü. Baş sözü mücərrəd isim deyil, bu konkret isimdir. Məcazi mənada işlənməsi mücərrəd olmağı demək deyil. Dağ başında, yəni təpə, yüksəklik mənasında, düzdürmü? Dağın zirvəsi həqiqi mənadadır. Ona görə B variantı səhvdir, bizim cavabımızdır. C variantı antonimlərdən yaranmış mürəkkəb söz işlənmişdir. Bəli, doğrudur. Burada gecə-gündüz sözünü görürük. Doğrudur. Üçüncü misrada həm eyni nitq hissəsinə, həm də müxtəlif nitq hissəsinə aid olan amonimlər vardır. Üçüncü misra dağ başından enib düzə. Burada dağ, en və düz sözləri amonimdir. Dağ sözü eyni nitq hissəsinə aid amonimdir. Dağ bir var dərd mənasında, dağ bir də ki təpə, zirvə mənasında eyni nitq hissəsinə aid amonimdir. Enmək feili, bir də ki en ismi, yəni ölçü mənasında, en uzunluq. Bu da eyni nitq hissəsi, müxtəlif nitq hissəsinə aid amonimdir. Həmçinin düz sözdə 5 nitq hissəsi ola bilər. Düz isim olur, düz feil olur, düz sifət olur, düz ədat olur, düz zərf olur. Bunlardan 4-ü amonimdir. Yəni həm müxtəlif, həm də eyni nitq hissəsinə aid amonim var. Bu da doğrudur. E variantında deyir ki, frazeoloji birləşmələrdən də istifadə olunub. Bəli, məsələn, birinci misrada meyil saldım ifadəsi frazeoloji birləşmədir. Deməli, bu da doğrudur. Bizdən səhvi istədiyi üçün cavab B variantı. İkinci sualda deyir, cədvələ uyğun olmayan bəndləri müəyyən edin. Yəni, yanlış axtar. Yox, üzr istəyirəm, yanlış deməyək. Yəni, doğrunun qabağında yanlış, yanlışın qabağında doğru axtarıq. Deyir, Kamil bizi emalatxanaya apardı cümləsində əvəzliyin olduğunu düşünməyə də bilərik. Yəni, buradakı biz sözü həm əvəzliyi ola bilər, həm də biz sözü iynə mənasında, yəni ayaqqabı tikmək üçün istifadə olunan həmin əşya mənasında olub, isim kimi düşünülə bilər. Bəli, bu fikir doğrudur, qabağına da doğru yazıbdır, bu uyğundur. Musa belə dünən müəllimə qulaq asmadı cümləsində əvəzli işlənmişdir. Xeyr, səhvdir. Çünki buradakı belə sözü ədatdır, qüvvətləndiricidir. Musa belə dünən müəllimə qulaq asmadı. Yəni heç kim qulaq asmadı, hətta Musa da. Buradakı fikir deyir əvəzli işlənmişdir, yanlışdır, qabağına doğru yazıb uyğun deyil. Götürərik bunu. Heç kimin gəldiyini gördünmü? Bu da heç kim deyil ha. Heç ədatdır, kim sual əvəzliyidir. Heç kimin gəldiyini gördünmü? Deyir cümləsində ilk söz, ilk iki söz birlikdə bir nitq hissəsi kimi götürülməlidir. Xeyr, yanlışdır. Burada heç ədatdır, kim sual əvəzliyi. Bu yanlış fikirdir. Qabağına yanlış yazıbdır. Yəni uyğundur. Kim, nə, hara sözləri nitq hissəsi kimi isimdir. Xeyr, bunlar sual əvəzliyidir. Yəni yanlışdır. Qabağına doğru yazıb uyğun deyil. O, əlbəttə indi çox çalışır cümləsində durğu işarələrinin işlənməsi doğrudur. Bəli, əlbəttə modal sözdür, hər iki tərəfindən vergül tələb eləyir. Doğrudur, qabağına yanlış yazıbdır. Bu da uyğundur. 2, 4, 5 cavabımız olacaq B variantı. Üçüncü sual deyir ki, sxemdə hansı sözlərin yeri dəyişdirilsə, yol verilmiş səhv aradan qalxar. Deyir ki, iki müxtəlif nitq hissəsi kimi düşünülən sözlər. Bax, tikə-tikə zərf olur, feili bağlama olur. Qoşa-qoşa zərf olur, feili bağlama olur. Bəli, doğrudan da iki nitq hissəsi olaraq düşünülür. Sürə-sürə ancaq feili bağlama olur. Başqa nitq hissəsi ola bilmir. Ona görə 3-ü götürürəm. Sağda deyir, yalnız bir nitq hissəsi kimi düşünülən sözlər üzə-üzə yalnız bir nitq hissəsidir. Doğrudur, yerindədir. Qaça-qaça yalnız bir nitq hissəsi, yəni feili bağlamadır. Bu da yerindədir. Amma dönə-dönə həm zərf olur, həm feili bağlama. Dönə-dönə dəfələrlə mənasında olanda zərf olur. Amma dönmək mənasında olanda olur feili bağlama. Deməli, 6 da yerində deyil. Cavabımız nə olacaq? 3, 6, C variantı. Daha sonra 4-cü sual, klasteri tamamlaya bilməyən fikirləri axtarırıq. Yəni, yanlış axtarırıq.
Yanlış fikir. Məktəblilər e, avtobus gözləyirdilər cümləsindəki ilk iki söz, yəni məktəblilər və avtobus sözləri. Hər ikisi əsas nitq sözdür. Bəli, hər ikisi isimdir. Məktəbli də isimdir, avtobus da isimdir. Doğru fikirdirsə, yəni mən tamamlamayan deyir də, düzdürmü? Tamamlaya bilməyən. Avtomatik nələri axtarıram? Səhvləri axtarıram. Birinci yazıb ki, birincisi sifət, digəri isimdir. Səhvdirmi? Bəli, səhvdir. Avtomatik mən bunu götürürəm. Səhv. Çünki sonra ikinci fikirdir. Birincisi quruluşla düzəltmə, ikincisi sadədir. Bəli, doğrudur. Yerindədir. İkisi də ümumi isimdir, konkretdir. Bəli, məktəblilər və avtobus hər ikisi ümumidir və konkretdir. Doğrudur. İkisi də leksik mənaya malikdir. Yəni əsas nitq hissəsidir deməkdir. Bəli, doğrudur. İkisi də ismin eyni halındadır. Bax, məktəblilər adlı haldadır. Avtobusu gözləyirdilər. Yəni təsirli haldadır. Bu da səhvdir. Cavabımız olacaq 1-5, yəni D variantı. Beşinci sualda deyir, qaydalara uyğun olaraq nöqtələrin yerinə yazıla bilən şəkilçini müəyyən edin. Bax, burada inkarda işlənib, yazılma və üçüncü şəxsin təkindədir. Üçüncü şəxsin təkindədir. İndiki zaman şəkilçisi ir, üçüncü şəxsin təkində, məsələn, o gəlir, şəkilçi qəbul eləmir. Sonra arzu şəkli, o gələ, şəkilçi qəbul eləmir. Lazım şəklinin inkarında mamə şəkilçisindən istifadə oluna bilməz. E variantında şərt şəkli üçüncü şəxsdə o gəlsə, yenə şəxs şəkilçisindən istifadə olunmur. Bax, vacib şəklində o gəlməməlidir və ya yazılmamalıdır. Aha, deməli mən vacib şəklinin malı məli şəkilçisini yaza bilərəmmi bura? Bəli, yazaram. Cavab D variantı. 6-cı sual. Bir Euler-Venn diaqramında tünd qara hərflərlə verilmiş sözlərə aid doğru fikirləri müəyyənləşdirin. Düzəldir və çatdır. Aha, bunlar kök və şəkilçi ayıraq əvvəl. Biraz böyüdək bunu. Aha, deməli, düzəldir sözün kök və şəkilçi ayıranda sözün kökü olur düz sifəti, düzəlmək, düzəltmək, irdə zaman şəkilçisi. Özünü şəhərə çatdır. Burada çat sözün köküdür. Çatdırmaqdır da leksik şəkilçidir. Aha, peki feilin xəbər şəklindədir. Bəli, ir zaman şəkilçisidir. Zaman şəkilçisi də xəbər şəklinin göstəricisidir. Bir doğrudur. 2. Tərkibində şəxs sonluğu vardır. Xeyr, baxıram ki, burada ən sonlucu şəkilçimiz zaman şəkilçisidir. Şəxs sonluğu yoxdur. Səhvdir. Əmr şəklindədir. Çatdır sözü əmr şəklində olsa da düzəldir sözü xəbər şəklindədir. Yəni bunu ortaq fikir kimi verə bilmərəm. 4. Tərkibində feildən feil düzəldən şəkilçi var. Bəli, düzəlməkdən düzəltmək t şəkilçisi, çatmaqdan çatdır şəkilçisi doğrudur. 5-ci fikir. Çatdır sözünə aiddir. Bu dil tərkibində bir leksik şəkilçi var. Bəli, çatdır sözündə bir dənə d leksik şəkilçidir. Doğrudur. Məlum növdədir. Çatdır sözü doğrudan da məlum növdədir. Amma eyni fikir düzəldir sözünə də aiddir. Səhvdir. Cavab B variantı. Daha sonra 7-ci sual deyir ki, düzəltmə zərf işlənməmiş cümləni seç. Uşaq könülsüzcəsinə düzəltmə zərfdir. İndi ərbabın adamları ilə də türkcə danışardı. Türkcə cacə düzəltmə zərfdir. Qoca dayanmadan gördükləri haqqında danışırdı. Qoca sifətli dayanmadan feili bağlama. Gördükləri feili sifət haqqında qoşma, danışırdı feil. Varmı burada zərf? Xeyr. Cavab C variantı. Sonra D digər variantlara baxıram. O hərdən düzəltmə zərfdir. Getdi, bu da ola bilməz. E variantında da qışda sözü düzəltmə zərfdir. Qışda sözü isim deyil, zərfdir. Cavab nə oldu? C variantı. 8-ci sual deyir, düzəltmə sifət işlənmiş cümləni seç. A variantında küsən uşağı ovundurmaq üçün dostlar çox çalışdılar. Burada küsən sözü feili sifətdir, ola bilməz. B variantında 5 mərtəbəli bina istifadəyə verildi. 5 mərtəbəli sözü mürəkkəbdir. Çünki 2 dənə kök var burada. Bu da getdi. Arif adam danışığından tanınar. Arif adam necə adam? Amma Arif sözü sadədir. Hamı onu güləyən adam kimi tanıyırdı. Necə adam? Güləyən adam. Bax, bu düzəltmə sifətdir. Ağan, əyən şəkilçisi ilə düzəlib. Gülən feili sifətdir, amma güləyən düzəltmə sifətdir. Cavab D variantı. Aldığım sözdə feili sifət olduğu üçün E variantda cavab ola bilməz. 9-cu sualda sənətkarlıq sözünün fonetik təhlilini istəyir. Ona görə avtomatik nə edirəm? Sözün tələffüzünü yazıram. Sözün tələffüzü sənət, kar, rıq olacaq. Deməli, deyir, doğrudur. Kar samitlə başlayıb, cingiltili samitlə bitir. Tələffüzünə baxıram ki, karla başlayıb, karla da bitir. Səhvdir. Tərkibində 5 cingiltili samit var. N1, R2, R3. 3 dənədir. Səhvdir. 3 samitin qarşılığı yoxdur. Bəli, N, R, R. Üçünün qarşılığı yoxdur. Bunu doğrudur seçirəm.
Yanlışın altında yanlış axtarıram. Sözdə qarşılıq təşkil edən samit cütlüyü var. Samit cütlüyü bilirsiniz nədir? B, P, D, T, C, Ç. Yəni kar və cingiltili samitlər qarşılığı olsun. Varmı elə bir şey? Baxıram ki, S-nın qarşılığı yoxdur, N, R-nın qarşılığı yoxdur, T-nın, Ç-nın və X-nın qarşılığı yoxdur. Səhvdirmi? Səhvdir. Götürürəm. Çünki yanlışın altındadır. Sözdəki G samiti avtomatik saxlayıram, davamını oxumuram. Çünki sözdə G samiti yoxdur. Tələffüzünə baxıram, sənətkarlıq tələffüzdə varmı G? Xeyr. Səhvdir, ona görə də 5-i də götürürəm. 3, 4, 5 cavabım olur. A variantı. Onun sualda deyir, nümunə ilə bağlı doğru fikirləri müəyyən eləyin. Həsrətin araya atdı dağ dərə. Sönən işıq oldun, batan səs oldun. Qayıt mənim gülüm, qayıt bu yerə. Ey mənim istəyim, nə gəlməz oldun. Deməli, birinci bəndin ilk sözü quruluşca sadədir. Bəli, həsrətin sözü quruluşca sadədir. İsmin yəlik halındadır. Xeyr, ismin yəlik halında deyil, adlıq halındadır. Bu, sənin həsrətin deməkdir. Yəni, bu şəkilçi mənsubiyyət şəkilçisidir. Bir səhvdir. İkinci fikir. Deyir ki, üçüncü misrada xəbər şəklində işləmiş iki söz var. Üçüncü misra, 1, 2, 3. Qayıt mənim gülüm, qayıt bu yerə. Qayıt sözüdür. Qayıt sözü. İki dəfə işlənib, düzdür? Hər ikisi kökdür. Yəni, xəbər şəklinin göstəricisi zaman şəkilçisidir. Burada zaman şəkilçisi yoxdur. Ona görə bu fikir səhvdir. 3. Birinci misrada xəbər şəklində işləmiş söz quruluşca sadədir. Bu da atdı sözüdür. Zaman şəkilçisi D-dir, şüudi keçmiş zamandadır. Bəli, doğrudur. Şəxs əvəzlikləri ismin yəlik halındadır. Deməli, şəxs əvəzlikləri birinci misrada yoxdur, ikinci misrada yoxdur, üçüncü misrada mənim sözü yəlik haldadır, dördüncü misrada yenə də mənim sözü yəlik haldadır. Doğrudur. İkinci misrada adi dərəcədə işlənmiş iki sifət vardır. İkinci misrada sönən və batan sözləri işlənib. İkisi də sifət yox, feili sifətdir. An ən şəkilçisi, feili sifət şəkilçisidir. Səhvdir. 5-i də sildim, yerdə qaldı 3, 4, yəni C variantı. Daha sonra mətndir. Mətn tapşırıqları. Mətni mən göstərirəm sizə. Saxlayıb ekrana baxa bilərsiniz mətnə. Ardınca isə sualları izah edəcəm. Mətnin davamı buradadır. Mətnə baxdıqsa, indi keçək, sualları izah edək. Deməli, deyir ki, qarşısında işarə qoyulmuş hansı sözün mənası düzgün izah olunmamışdır? Mətndə bu işarələrin qarşısında, hər birinin qarşısında söz var. Və o sözlərin mənasına baxmalıyıq. Deməli, baxaq tək-tək izahını verir. Deməli, peşəkar sözüdür. Cavab elə orada peşəkar sözü olacaq. Peşəkar sözü hər hansı bir işin mahir ustası deməkdir. Daha sonra repertuar hər hansı bir şair nə idi? Müğənninin, ifaçının oxuduğu musiqilər silsiləsi deyə bilərik biz buna. Daha sonra xarakterizə etmək, onun haqqında xarakterik xüsusiyyətlərini göstərmək, çatdırmaq deməkdir. Daha sonra vəhdət təşkil etmək, birləşdirmək, sintez təşkil etmək deməkdir. Başqa nə var? Başqa da, solist. Deyir ki, rəqs ansamblında solist kimi çalışır. Yəni, həmin ansamblda bir üzv kimi deyək də. Deməli, baxaq. Qarşısında işarə qoyulmuş hansı sözün mənası düzgün izah olunmamışdır. Deməli, solo sözü tək, daha doğrusu bu söz, bu ifa, solist tək ifa edən müğənni deməkdir. Bəli, doğrudur, bunu götürmürəm. Səhv istəyir bizdən, izah olunmamışdır. Kvadrat deyir, birinin ifa etdiyi rolların, musiqi əsərlərinin və s. məcmusu, bu repertuar sözü idi. Bu doğrudur. Birlik, vəhdət sözü idi, üçbucaq. Birlik, bütövlük, bölünməzlik. Bu da doğrudur. Sağa yıxılmış üçbucaq, xarakterizə etmək, səciyyələndirmək doğrudur. Dairə isə peşəkar söz idi. Peşəkar sözün izahını belə yazılır. Xüsusi hazırlığı, biliyi olmadan bir işə çox maraq, meyil göstərən səhvdir. Peşəkar, yəni həmin işin ustası deməkdir. Yəni xüsusi hazırlığı olan, biliyi olan deməkdir. Səhv fikir məhz E variantındadır. Daha sonra deyir ki, əsas hissənin birinci abzası iki abzasa ayrılmalıdır. Yeni abzasın ilk ifadəsini müəyyən edin. Yeni abzas nə başlayır? Yəni yeni bir fikir ortaya çıxanda yeni abzas başlamalıdır. Baxaq həmin hissəyə. Baxın, əsas hissə başlayır buradan. Əsas hissə başlayır buradan. 1922-ci ilin oktyabrın 20-sində Bakıda musiqiçi ailəsində dünyaya gəlmiş Şövkət Ələkbərov Asəf Zeynallı adına musiqi məktəbindən Hüseynqulu Sarabskinin sinifini bitirdikdən sonra səhnə yaradıcılığına başlamışdır.
O musiqi savadını artıraraq 1938-45-ci illərdə Azərbaycan Dövlət Mahnı və rəqs ansamblında solist kimi çalışır. Sonra isə Müslüm Maqameyev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti olur. Aha, bura qədər heç nə bölməyə ehtiyac yoxdur. Çünki davamlı şəkildə bir-birini tamamlayan fikirlərdir. Şövkət Ələkbərovanın ifaçılığı üçün yüksək vokal mədəniyyəti, emosionallıq, lirizm, muğam yaradıcılığı üçün məharətli improvizasiya bacarığı səciyyəvi idi. Aha, deməli əvvəl təhsilindən danışırdı. Burada artıq Şövkət Ələkbərovanın musiqi savadından danışılır. Düzdürmü? Artıq bu yeni fikirdir. Yəni mən buradan artıq yeni abzasa keçməliyəm. Yəni cavabımız Şövkət Ələkbərovanın ifadəsi olacaq, cavab olacaq C variantı. Bir mətndə nöqtələrin yerinə uyğun gələn məcazi mənalı ifadəni seçin. Deməli, mətndə nöqtələri qoyulmuş ifadə, bax bu hissədir. Deyir ki, elə buna görə də müğənninin oxuduğu mahnılar ilk ifadan dinləyicilərin ürəyinə yol tapmış, yaddaşlarında dərin iz buraxmışdır. Bu nöqtələrin yerinə həmin ifadələri qoysaq, məncə doğru olar. Deməli, seçəcəyik. Ürəklərinə yol tapmış və 4-də iz qoymuşdur 5. 1-5-i seçərəm, cavab olar B variantı. 14-cü sualda cədvəldə Şövkət Ələkbərova ilə bağlı doğru fikirləri müəyyən edin. Mətndə səbəbi məlumdur. Bir segah qatar muğamlarının repertuarına daxil etməsinin, yəni o nə üçün onları repertuarına daxil edib bilirikmi? Necə bilmirik. Bu haqda məlumat verilmiş. Sadəcə deyir ki, mətndə göstərəcəm həmin hissəni sizə. Yazıb ki, dünyanın bir çox şəhərlərində uğurla çıxış edən Şövkət Ələkbərovanın repertuarına Segah, Qatar, Şahnaz kimi muğamlar Azərbaycan bəstəkarlarının Orta Şərq xalqlarının mahnılarına daxil idi. Amma niyə? Onun niyəsi göstərilməyib, düzdürmü? Səbəbi göstərilməyib. Ona görə biri götürmürəm, birinin üstündən xətt çəkirəm. Daha sonra 2, bir mahnıları səslənəndə tamaşaçıların dodaqları tərpənməsini. Bunun səbəbi məlumdur. Çünki tamaşaçılar onun mahnılarını sevirdilər və əzbər bilirdilər. 2-ni götürürəm, səbəbi məlumdur. Daha sonra sağda bir mətnin əsasən səbəbini ehtimal etmək olar. Musiqi sahəsini seçməsini. Mətndə başlayanda belə bir məlumat var ki, Şövkət Ələkbərova musiqiçi ailəsində dünyaya gəlmişdir. Musiqiçi ailəsində dünyaya gəlmişdir. O demək deyil ki, 100% musiqiçi olmalıdır. Və yaxud da ki, musiqiçi olmamalıdır. Amma ki, musiqiçi olubsa, çox böyük ehtimal ki, ona ailəsi təsir göstərib. Düzdürmü? Mətnə əsasən demir, yəni 100% musiqiçi ailəsində doğulduğu üçün bu musiqiçi olmuşdur. Sadəcə onu göstərir ki, musiqiçi ailəsində dünyaya gəlmişdir. Mən indi ehtimal edirəm ki, bu musiqiçi ailəsində doğulduğu üçün musiqi istiqamətinə getmişdir və mən bunu götürürəm üçün. Peşəkar musiqi sənətinə gəlişinin, çünki musiqi təhsili alıbdır. Bunun səbəbi var. Deməli, bunu da sildim. Cavab olacaq 2, 3, yəni A variantı. Daha sonra 15-ci sual. Bir mətnlə bağlı verilmiş fikirlərdən yanlış olanı müəyyən edin. Bir sənətkar Azərbaycandan kənarda da tanınmışdır. Bəli, doğrudur. Çünki orada Orta Şərq mahnılarından ifa etməsindən danışılır. Bu doğrudur. Sonra Şövkət xanımın ifa etdiyi əsərlərin əsasını milli musiqilər təşkil edibdir. Var. Yəni düzdür. Deyir ki, orta xalq, şərq xalqlarının mahnılarını da ifa edib, amma ki, əsasını milli musiqilər təşkil edibdir. Qarabağ şikəstəsinin ifa etməsi Şövkət xanımın həyatında xüsusi rol oynayır. Bəli, deyir ki, onun əsas tanınmasına səbəblərdən biri məhz bu olubdur. Mətndə göstərilib bu. Doğrudur. Şövkət xanım musiqi məktəbini bitirəndən sonra səhnə fəaliyyətinə başlamışdır. Bəli, bu da doğrudur. Göstərilir ki, musiqi məktəbini bitirəndən sonra səhnə fəaliyyətinə başlayıbdır. Doğrudur bu da. E variantı Şövkət Ələkbərova yalnız xalq mahnıları ifa edib. Bu yanlışdır. Çünki deyir ki, mətndə həm xalq mahnıları, həm də müxtəlif bəstəkarların yazdığı, qələmə aldığı musiqiləri ifa eləyibdir. Bax yazır ki, Şövkət Ələkbərova istər xalq mahnılarının, İstərsə də bəstəkarlarımızın yaratdığı lirik mahnıların bənzərsiz ifasıdır. Yəni, yalnız xalq mahnılarının deyil, həm də bəstəkarların yaratdıqları lirik mahnıların ifası olmuşdur. Ona görə məhz E variantı bizim səhv cavabımız olacaq. Yəni, uyğun cavabımız olacaq. 16. Deyir ki, mətnin nəticə hissəsində əsas hissədə verilən bir fikirlə ziddiyyət təşkil edən cümlə var. Həmin cümləni yazın və yanlış olduğunu əsaslandırın. Deməli, baxıraq nəticə hissəsində hansı cümlə olduğunu deyəcəm sizə. Bax, nəticə hissəsində belə bir cümlə var. Deyir ki, o mahnılarını sevdirmək üçün onları dəfələrlə ifa edib. Bu yanlışdır. Niyə yanlışdır? Çünki əsas hissədə göstərilib ki, bayaq o nöqtələr var idi, həmin hissəyə gedirik.
Tapa bilsək. Hə, baba. Deyir ki, Şövkət xanımın repertuarında olan mahnılarda söz, musiqi, ifa bir-birini tamamlayaraq vəhdət təşkil edirdi. Elə buna görə də müğənninin oxuduğu mahnılar ilk ifadan dinləyicilərin ürəyinə yol tapmış və yaddaşlarda dərin iz qoymuşdur. Yəni o musiqini sevdirmək üçün dəfələrlə oxumağa ehtiyac duymurdu. Elə ilk ifasından dinləyiciləri onun mahnılarını, musiqilərini sevirdi. Məhz bu cümləni yaza bilərik. Deməli, o mahnılarını sevdirmək üçün mahnılarını sevdirmək üçün dəfələrlə oxumalıdır. Bir neçə dəfə oxumalıdır. Həmin o nəticə hissədə olan cümləni bura yazırsınız. Əsaslandırırsınız ki, çünki əsas hissədə göstərilir ki, o ilk ifasından dinləyicilərin ürəyinə yol tapa bilirdi. Yəni əsaslandırmaq üçün bunu yazırsınız. Təkrar edirəm. O elə ilk ifasından dinləyicilərin qəlbinə yol tapa bildiyi üçün təkrar-təkrar oxumağa ehtiyac qalmırdı. Yəni artıq ilk ifasından o dinləyiciləri öz musiqisini, öz mahnısını sevdirə bilirdi. Cavabımız bu olacaq. Daha sonra 17-ci sualda deyir ki, mətnə əsasən nöqtələrə yerinə uyğun fikirlər yazmaqla cədvəli tamamlayın. Deməli, bizə bir dənə fakt veribdir. Biz bu fakt əsasında bir dənə müddəa yazmalıyıq. Və bu müddəanı sübut edən bir dənə də faktı bura qeyd eləməliyik. Deməli, müddəanı oxuyaq, görək hələ müddəamız nədir? Daha doğrusu faktımız. Faktda deyir ki, Şövkət Ələkbərova, Üzeyir Hacıbəyli, Səid Rüstəmov, Bülbül kimi sənətkarların diqqətini çəkərək onların xeyir duasını almışdır. Deməli, mən bura bir müddəa yaza bilərəm ki, Şövkət Ələkbərova məşhur musiqişünasların rəğbətini qazanmışdır. Yazaram ki, Şövkət Ələkbərova peşəkar musiqişünasların rəğbətini qazanmışdır. Belə bir müddəa yazıram. Müddəa ümumiləşdirilmiş bir fikirdir. Fakt isə həmin ümumiləşdirilmiş fikri sübuta yetirən faktlardır, əsas nüanslardır. Deməli, Şövkət Ələkbərova peşəkar musiqişünaslardan rəğbətini qazanmışdır və ya onlardan müsbət rəy almışdır. Deyirəm, sübut eləyirəm. Şövkət Ələkbərova, Üzeyir Hacıbəyli, Səid Rüstəmov, Bülbül kimi sənətkarların diqqətini çəkərək onların xeyir duasını almışdır. İndi ikinci bir fakt da yazmalıyam mən mətndən. İkinci bir fakt da yazmalıyam. Gəlirəm mətnə. Mətndə bax bu hissəni açıram. Bax, deyir ki, Şövkət xanım haqqında bir çox sənətkarlarımız, o cümlədən Tofiq Quliyev, Arif Məlikov, Cahangir Cahangirov, Ramiz Verişli öz xatirələrini bölüşüblər. Bu sənət şəxslərinin dediklərində bir ümumi perspektiv var. O da Şövkət xanımı əsl professional kimi xarakterizə etməkdir. Məsələn, bu hissəni də götürüb ora yaza bilərsiniz. Düzdür, bu indi altından xətt çəkilən cümlədə səhvliyi var. Ondakı növbəti sualda düzəldəcəyik. Bu formada bu faktı da ikinci fakt olaraq ora qeyd edirsiniz ki, həmin şəxslər də onun haqqında müsbət fikirlər səsləndiriblər. İkinci fakt olaraq qeyd edə bilərsiniz. Daha sonra müqayisədir və fikir verin, üslublarını müqayisə elə. Üslubların müqayisəsini aparırıq. Əsas mətn publisistik üslubdadır. Düzdürmü? Publisistik üslubdadır. Verilmiş nümunə mətni oxuyaq. Deyir, tədqiqatçılar etiraf edirlər ki, musiqi bir neçə spesifik elementlə müəyyən edilir. Ton, tembr, müddət, forma və s. Lakin onların tərifləri ilə bağlı konsensus yoxdur. Musiqi yaradıcılığı adətən musiqi kompozisiyasına, improvizasiyaya və ifaya bölünür. Bax, burada kifayət qədər terminlərdən istifadə olunub. Bu o deməkdir ki, bu hansı üslubdur? Elmi üslubdur. Deməli, mən bura yazıram nə? Elmi üslub. Elmi üslub bura yazdım. İndi mənə düşən nədir? Publisistik və elmi üslub üçün hərəsinə xarakterik cəhətlərini yazıram. Publisistik üslub mətbuat dilidir. Yazaram bura. Publisistik üslub məlumat vericidir. Məlumat verici. Publisistik üslubda sözün informativ funksiyası meydana çıxır. İnformativ funksiyası meydana çıxır. Daha sonra publisistik üslubun şifahi yazılı forması var. Müxtəlif maraqları əks elətdirir. Yaza bilərəmmi? Bəli, təbii ki, yaza bilərəm. Elmi üslub üçün yazaram ki, termin sıxlığı, cədvəllər, qrafiklər,
Mürəkkəb cümlələr, mürəkkəb cümlə, sxemlər, cədvəllər, modallıq və sair bu formada xarakterik cəhətləri yazaram. Ortaq cəhətə isə hər zaman ortaq, istənilən üslub üçün ortaq cəhət deyiləm. Hər zaman yaza bilərsiniz. Birincisi, funksional üslublardır. Funksional üslub nümunəsidir və ya üslublardır. İkincisi, ədəbi dilin normaları qorunmalıdır. Ədəbi dilin normaları qorunmalıdır. Baxın, çox ciddi bir fərq var indi dediyim cümlə ilə. Bir ədəbi dilin normaları qorunur və ya qorunmalıdır. Qorunur yazsaz bu səhv götürülə bilər. Çünki müxtəlif üslublarda ədəbi dilin normalarının pozulmasına aid nümunələr kifayət qədər çıxa bilər. Amma qorunmalıdır bu mütləq hökmdür. Qayda tələb eləyir ki, qorunsun. Qorunmalıdır yazırsınız və bu iki fikir hər zaman düzdür. Heç vaxt səhv götürülə bilməz. Bu formada 18-ci sualda tamamladıq. Keçək 19 və 20-ci suallara baxaq. 19-cu sualda deyir ki, bəzi insanlar incəsənəti başa düşür, bəziləri duyur, bəziləri isə həm başa düşür, həm də duyurlar. Aforizmi mətnlə əlaqələndirərək yazın. Yazaram ki, Şövkət Ələkbərova musiqini duyur və başa düşür. O ifa edərkən musiqini sanki yaşayır və o musiqini dərindən hiss edə bildiyi üçün qarşısındakı insanlara da, dinləyicilərə də tam olaraq ötürə bilir. Ki, bu da dinləyicilərin onun musiqisindən kifayət qədər təsirlənməsinə səbəb olur. Yazaram və 19-cu sualda doğru götürərlər. Yəni, geniş olduğu üçün bu fikir bura yazmadım. Dinləyib özünüz qeyd edə bilərsiniz. 20-ci sual deyir, altından xətt çəkilmiş cümlədəki səhvləri düzəldərək yenidən yazın. Altından xətt çəkilmiş cümləyə baxırıq. Deməli, altından xətt çəkilmiş cümləmiz budur ki, bu sənət şəxslərinin dediklərində bir ümumi perspektiv var. Deməli, burada birinci səhv şəxs sözüdür. Bu sənət şəxslərinin deyil, daha çox üslubi imkan olaraq sənət adamlarının olması daha uyğun olardı. Yəni, şəxs sözünün yerinə adam sözünün istifadə olunması daha uyğun olardı sənət adamlarının. Bu sənət adamlarının dediklərində bir ümumi perspektiv yerinə ümumi bir ifadə, yəni bir sözünü mən gətirib qoysam bura, bu daha uyğun olar. Perspektiv sözünün yerinə isə mənzərə sözünü və ya yanaşma sözünü qoysaq, elə bilirəm ki, cümlə tam dolğun şəkildə yerində olar. Cümləni belə qoyaraq, bu sənət adamlarının dediklərində ümumi bir yanaşma var və yaxud bu sənət adamlarının dediklərində ümumi bir mənzərə var. Əslində, perspektiv sözünün də burada istifadə olunma ehtimalı, yəni şansı var. Amma yəni mənzərə və ya yanaşma sözü ilə əvəz etmək elə bilirəm ki, daha düzgün olar. Mənzərə, yanaşma, fikir və s. Bu da 20-ci sual. İndi keçək digər mətnimizi oxuyub izah eləyək. Digər mətnimiz artıq bədii mətndir. Məlum məsələdir ki, buraxılış imtahanında bir publisist, bir də ki, bədii mətn düşür. İndi mən mətni sizə göstərəcəm. Siz isə özünüz ekranı saxlayıb oxumağa çalışın. Biraz ekranı kiçildirəm ki, daha rahat görə biləsiniz. Yəni, geniş versiyada. Maraqlı mətindir. Əgər oxuyun və mütləq testlərdə özünüz işləməyə çalışın, ondan sonra izahlara, yəni cavaba baxarsınız. Bir də ki, mətni oxuyanda mütləq nəyə diqqət yetirməlisiniz? Sürətlə oxumağa çalışmayın. Yavaş-yavaş oxuyun ki, orada mətni oxuyanda artıq sizdən hansı sualları istəyəcəyini ehtimal edə bilirsiniz. Əgər oxuduqsa, başlayaq. Deməli, birinci sualda deyir ki, mətnin ilk cümləsi əsasında mətni danışan şəxs haqqında hansı qənaətə gəlmək olar? Mətnin ilk cümləsi belədir. Mətnin ilk cümləsində deyir ki, ara-sıra qəzetlərdə şeirlərim dərc olunsa da özümü şair hesab etmirəm. Mən bunun əsasında deyə bilərəm ki, bunu deyən şəxs təvazökardır. Yəni, özündən razı deyil, lovğa deyil. Təvazökar o deməkdir. Təvazökardır deyə bilərəmmi? Deyə bilərəm. Təkəbbürlüdür, lovğadır deməkdir. Yazdığı şeirlər çox zəifdir. Yəni, bunu nə əsasında deyir? Sadəcə bu təvazökarlığından bu fikir səsləndirir. Məşhur şairdir, xeyr, deyir, arabir qəzetlərdə şeirim çap olunur və deyir, dostluğun nəşriyyat direktorudur. Birinci cümlə əsasında bunu necə deyə bilərik? Deyə bilmərik. Daha sonra kursivlə verilmiş hissə çərçivədə verilmiş hansı rəqəmin yerinə artırılsa, hadisənin ardıcılığı bərpa olunar. Mətni oxuyanda özünüz də diqqətinizi çəkəcək. Bu 1 idi. Bu 1-ə artırılmalıdır. Cavab B variantı olmalıdır. İndi baxaq
həmin hissəyə. Və görürsüz, həmin hissə bura gəlməlidir. Yuxarıda yazılıb ki, deyir ki, qocaman şairin oğlu gedəndən sonra qovluğu açdım, şeirlər makinada yazılmışdı. İndi gətirək həmin deyir ki, lap yaxşı, verin mənə baxaram. Baxaram deyirəm, düzdürmü? Sonra deyirəm ki, qocaman şairin oğlu gedəndən sonra qovluğu açdım və baxdım. Şeirlər makinada yazılmışdı. Qovluqda 100-ə yaxın şeir nümunəsi toplanmışdı. Onlar boş və mənasız söz yığınından ibarət idi. Fikir ver, tam olaraq oturur bura. Bu hissəni əvvəlində oxusaz, görəcəksiniz ki, həqiqətən tam olaraq məhz bu birinci hissəyə yerləşdirilməlidir. Cavab B variantıdır. Daha sonra 20-ci sual mətn danışan şəxs haqqında yanlış fikri müəyyən edin. Ali təhsil almamışdı, səhvdir. Çünki mətndə göstərir ki, deyir ki, getdik universitet yoldaşımın yanına. Yanlış deyirsə, elə A variantı bizim cavabımızdır. B variantı deyir ki, şəhərdə yaşayan dostu var idi. Çünki göstərilir ki, dostumun yanına getdik, şəhərdə idi. Bu da doğrudur. Qəsəbə sakini idi. Bəlidir ki, mən həmin qəsəbədə onlarla bir yerdə, Xan Əli müəllimlə bir yerdə, onlarla bir yerdə yaşayırdıq. Doğrudur. Şeirləri mətbuatda çap olunurdu. Çünki deyir ki, ara bir qəzetlərdə şeirlərim çap olunurdu. Elə birinci cümlədə deyir. Doğrudur. Xan Əli kişinin oğlunun vəzifəsini bilirdi. Bəli, çünki mətndə deyir ki, Xan Əli kişinin oğluna görə, Zəbiyə görə, deyir, Xan Əli kişinin oğluna görə çox adam toplaşmışdı məclisdə. Bəli, bilirdi. Bu da doğrudur. Bizdən də səhvləri istədiyi üçün məhz cavabımız olacaq nə? A variantı. Daha sonra 24-cü sualda deyir ki, mətndə tünd qara hərflərlə verilmiş sözün düzgün şərhini izah edin. Mətndə tünd qara hərflərlə verilmiş azman sözüdür. Azman sənətkar deyir. Sənətkar. Azman şair yoxsa sənətkar deyir. Bax, azman böyük nəhəng deməkdir hərfi tərcüməsi. Sənətkar sözünə aid eləyəndə artıq məcazi mənada olur, düzdürmü? Məcazi mənada olur. Yəni onun fiziki olaraq ölçüsündən söhbət getmir də artıq orada. Deməli, deyir ki, verilmiş sözün düzgün şərhini. Yəni məcazi mənada olduğu üçün avtomatik həqiqi məna ifadələrini silirəm. Çünki ola bilməz. İndi mənalarına baxıram. D variantında deyir ki, yolunu azmış deməkdir, amma azman yolunu azan demək deyil, böyük deməkdir. Ona görə D variantı ola bilməz. Daha sonra B variantı deyir ki, məcazi mənalıdır. Yaşca o birilərdən böyük olan deməkdir. Azman sözünün yaşla bir bağlılığı yoxdur. Ona görə bu səhvdir. A variantında məcazi mənalıdır. Dahi, xariqəqulada zəka sahibi olan mənasındadır. Bəli, azman sənətkar məhz o mənada işlənəcək. Sadəcə onun, yəni xarici görkəmin əsasən ölçüsündən danışılmayacaq. Onun sənətindən danışılacaq artıq. Düzdürmü? Aha, okey. Düzdür, mətndə bu dırnaq arası verilibdir. Yəni orada kinayə ilə verilibdir. Amma ki biz hərfi tərcüməsinə baxırıq və cavabımız olur A variantı. 25-ci sualdır. Mətni yazmaqla müəllifin əsas məqsədini müəyyən edin. Mətndə saxta sənətkardan söhbət gedir. Xan Əli özünü saxta sənətkar kimi insanlara tanınır və məşhurlaşır. Düzdürmü? Mətndə əsas məqsəd saxta sənətkarı ifşa etməkdir. Ona görə cavab olacaq B variantı. Daha sonra 26 deyir, altından xətt çəkilmiş cümləni mətnin üslubunu səciyyəvi xüsusiyyətlərinə uyğun olaraq təkmilləşdirib yenidən yazın. Baxın, mətn bədii üslubdadır. Mətnin üslubuna, yəni bədii üsluba uyğun olaraq genişləndirirəmsə, mən ora məcazi mənalı ifadələr artırmalıyam ki, mətn daha dolğun, yəni həmin cümlə daha dolğun, daha yaxşı alınsın, yəni uyğun olsun mətnə. Altından xətt çəkilmiş cümlədir. Hər gün çalışdım. Mən bunun əvəzinə yazaram ki, Gecə gündüz çalışdım, şişir dərəm, ola bilər bu. Daha sonra gecəmi gündüzümə qatdım, yaxud da gecəmi gündüzümə qatıb çalışdım. Gecə gündüz demədən çalışdım və s. bu formada cümlələrlə əvəz eləyə bilərik, amma ki mənanı eyni saxlamalıyıq, mənanı dəyişməməliyik. Yəni genişləndirirsənsə eyni mənanı ifadə etməlidir. Yəni deyirəm, gecəmi gündüzümə qatıb çalışdım, gecə gündüz çalışdım və s. bu formalarda düzəltmək, qeyd eləmək olar cümləni. Genişləndirmək deyirəm. 25-ə baxdıq, 26-ya baxdıq. 27-ci sual deyir ki, mətndə əsasən doğru nümunəni seçin və seçminizi əsaslandırın. Bir Xan Əli kişinin şeirlərinin əsl müəllifi olmadığını güman edirdi. Baxın, Xan Əli kişi özü güman etmək ehtimal eləmək deməkdir. Ehtimal. Düzdür? Xan Əli kişi ehtimal eləmirdi. O dəqiq bilirdi. Ona görə bunu silirəm. Zəbi Xan Əli kişinin oğluydu. Zəbi özü gətirib gənc şairə verir ki, bunları düzəlt. Deməli, Zəbi də güman eləmir, o da dəqiq bilir. Mətni danışan şəxs gənc şair özüdür. Onu Xan Əli kişinin şeirlərini bu adam özü düzəldir, düzdürmü? Yəni, o da güman etmirdi, o da dəqiq bilirdi, o da ehtimal deyil. 3 də deyil.
4. Bəzi insanlar, bəli, bu doğrudur. Çünki mətndə deyir ki, bəzi insanlar deyirlər ki, Xanəli kişi belə şeirlər yaza bilməz. O şeirlər yəqin onun oğlu Zəbi öz tanışlarına yazdırıbdır. Bu ehtimalı onlar artıq güman eləyirlər. Deməli, mən 4-ü cavab olaraq seçirəm və əsaslandırıram, dediklərimi əsaslandırıram. Xanəli Zəbi və mətni danışan şəxs hadisənin real iştirakçılarıdır. Xanəli kişi, Zəbi və mətni danışan şəxs, onlar hər üçü ehtimal yox, dəqiqliklə bilirdilər ki, şeiri məhz Xanəli kişi yazmayıbdı. Amma o bəzi insanlar ki vardılar, onlar artıq söz olaraq danışırdılar, söhbət eləyirdilər öz aralarında ki, onlar ehtimal eləyirdilər. Onlar dəqiq bilmirdilər, məlumatları yox idi. Bu formada yazıb dəqiq cavabı çıxara bilərsiniz. Cavab olacaq bəzi insanlar və əsaslandırmasını da artıq dedim. 28. Mətndəki nöqtələrin yerinə uyğun elə ifadə yazın ki, mətnin məzmununa uyğun olsun. Deməli, üzr istəyirəm. Mətndəki nöqtələrin yeri, bax burada. Deyir ki, ən maraqlısı o idi ki, şair və onun oğlu hər şeyi yaxşı bilsələr də, sonra nöqtələrə qoyub deyir, görə mənə bircə kəlmədə söz demədilər. Deməli, bu o gənc şairimiz, gənc şair Xanəli kişinin şeirlərini düzəldibdi və bunun sayəsində Xanəli kişi məşhurlaşıbdı və onlar da heç ağızlarını açmayıblar, sadəcə saxtaşarcasına öz şeiri olaraq, Xanəli kişinin şeiri olaraq təqdim ediblər bunu insanlara, ictimaiyyətə. Deməli, bura nə qoya bilərəm? Ən maraqlısı o idi ki, şair və onun oğlu, şair fikir versə dırnaqda yazılır. Şair və onun oğlu hər şeyi yaxşı bilsələr də, onlara kömək etdiklərimə görə, onlara dəstək olduqlarıma görə, Xanəli kişinin məşhur olmasına şərait yaratdığıma görə və s. bu tip ifadələri bura qoyaram və mətnin məzmununa tam uyğun olarmı? Bəli, təbii ki, tam uyğun olar. 28-ci sualda belə olacaq. Sadəcə mən burada indi qeyd eləmirəm, mətn üzərində göstərdim. Daha sonra 29. Mətnə əsasən cədvəli tamamlayın. Mətni danışan şəxsə aid xüsusiyyətlər, Xanəli kişiyə aid xüsusiyyətlər. Mətni danışan şəxs gənc şair təvazökardır. Təvazökar. Yəni özündən razı deyil, düzdür? Bir də ki, yaxşılıq edir, düzdür? Buna yaxşılıq nə yazaq? Yaxşılıq edəndir yazaq da. Yaxşılıq edir. Və yaxud da ki, mərhəmətlidir. Mərhəmətlidir deyə, mərhəmətlidir götürməliyik. Yəni təvazökardır, yaxşılıq edir, insanlara əl tutur, kömək edir və s. yaza bilərsiniz. Xanəli kişiyə aid xüsusiyyətlər. Xanəli kişi saxtakardır. Saxtakar. Çünki özünə aid olmayan şeirləri öz şeirləri olaraq təqdim edir. İkincisi, Xanəli kişi həmçinin də şöhrətpərəstdir. Şöhrətpərəst. Yaza bilərəm? Bəli, yazaram. Çünki özünə aid olmayan şeirlərdən adam məşhurlaşır. Təbii ki, yaza bilərəm. 29-da bu formada tamamlayaq. 30-cu sualda nəticə verib səbəbini istəyir. Deyir ki, cəmiyyətin qüsurlarına əsaslanmaqla cədvəli tamamlayın. Nəticə verir, gənc şair yaxşı şeirlər müəllifi olsa da istedadsız, Xanəli kişi daha asanlıqla və sürətlə şöhrət tapır. Deməli, gənc şair yaxşı şeirlər müəllifi olsa da istedadsız, Xanəli kişi daha asanlıqla və sürətlə şöhrət tapır. Deməli, və deyir ki, cəmiyyətin qüsurlarına əsaslanaraq yasa. Deməli, cəmiyyətin qüsurlarına əsaslanıramsa, mən birinci yazaram ki, cəmiyyət onlara təqdim olunanı sorğu-sual etmir. Yazaram mı? Çünki Xanəli kişinin şeirini ona təqdim elədilər, onlar da dedi ki, bəhbəhlə alqışladılar. Yazaram ki, cəmiyyət onlara təqdim olunanı sorğu-sual etmir. Cəmiyyət sorğu-sual etmir. Çünki əgər Xanəli kişi yaşadığı mühitdə hər kəs tərəfindən tanınırsa, bu hər kəs ehtimal eləyərdi ki, bu adam o şeiri yazacaq gücdə, potensialda deyil. Sorğu-sual eləmirlər, hamı bəhbəhlə alqışlayır, təbii ki. Daha sonra cəmiyyət həmçinin gənc şairlərə düzgün qiymət vermir, bunu da yaza bilərəm. Gənc şairlərə düzgün qiymət verilmir. Düzgün qiymət verilmir. Yazaram mı? Bəli, yazaram. Çünki cəmiyyət düzgün qiymət versəydi, Xanəli kişi yox, kim məşhurlaşardı? Təbii ki, gənc şair məşhurlaşardı. Həmçinin cəmiyyət onlara təqdim olunan sorğu-sual eləsəydi, Xanəli kişi yox, məhz kim məşhurlaşardı? Yenə də həmin o gənc şair məşhurlaşardı. Bu formada yazmaqla 30-cu sualda doğru fikirli şəkildə tamamlaya bilərsiniz. Yaxud başqa görə nəsə yazmaq olar bura.
Gənc şair yaxşı şeirlər müəllifi olsa da, istedadsız xanəli kişi daha asanlıqla şöhrət tapır. Məncə bunlar daha uyğundur. Ən ideal variant olaraq bunları yazmağınız uyğun olar. Bu qədər suallarınız olarsa şərh bölməsinə yaza bilərsiniz və ya yuxarıda bayaq qeyd etdiyimiz 055 889 44 59 nömrəsinə yazıb birbaşa soruşa bilərsiniz. Videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Dərslərimiz haqqında məlumat almaq üçün də yenə də həmin məhz bu nömrə ilə əlaqə saxlayın. Paylaşın ki, daha çox adamın işinə yarasın. Sağ olun.